Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Rəcəb ayının dualarını şərh edirdik. Yə mən ərcuhu li kulli xayr cümləsini izah elədik. Və ikinci cümlədə də buyurur və əmənu saxatahu ində kulli şər. Yəni bütün şərlərə rəğmən mənim sığınacağım varlıq sənsən, ey sığınacağım varlıq, ey sığınacağım kəs. Burada dəqiq bir məsələyə toxunur. İkisini əgər bu iki dənə cümləni bir-birinin qarşısına qoysaq, çox gözəl və dəqiq bir maarif əldə edəcəyik. O maarif bundan ibarətdir ki, biz baxanda görürük ki, Allah Təbarək və Teala tərəfindən enən, bizə nazil olan ancaq mərhəmət və lütfdür. Və ona görə də biz yalnız ona ümid bəsləyirik və ümidimiz yalnız odur. Lakin biz tərəfdən qalxan, Allah Təbarək və Teala tərəfindən gedən adətən şərdir. İnşallah izah eləyəcəyik. Təbii ki, salih əməllər istisnadır. Hətta o salih əməllərə də nəzər salanda görürük ki, əksər salih əməllər riya ilə, kiçik şirklə qarışıb. Bu məsələyə toxunmaq istəyir. Əslində işarə edir ki, bir daha qeyd edirik, təkrar edirik bu məsələni ki, bunlar bizim maariflərimizdir. Ki, insan dua oxuyanda nəzər eləsin, diqqət eləsin. Ki, ilahi, mən baxıram, görürəm ki, ancaq səndən mərhəmət gəlib mənə. Və bütün mənə yox, bütün aləmə səndən ancaq mərhəmət enir. Amma özümə baxıram və ətrafımda olanlara baxıram, görürəm ki, ancaq sənə tərəf şər qalxır. Mərhəmət endiyinə görə yalnız ümidim sənsən. Və məndən ancaq şər gəlir sənə tərəf, suud edir, qalxır. Ona görə yenə də sığınacağım varlıq sənsən. Bu məsələni İmam Hüseyin əleyhissalam Ərəfə duasında çox gözəl şəkildə bəyan edir. Bu həqiqəti bizə çatdırır. İmam Hüseyin əleyhissalam Ərəfə duasında buyurur, Allah Təbarək və Teala'ya ərz edir, əntəlləzi mənənd. Həmən o nuzula işarə edir ki, səndən nələr nazil olur ilahi. Sən minnət qoyansan, əntəlləzi ən'amtə, sən nemət verənsən, əntəlləzi əhsəntə, sən gözəllik bəxş edənsən. Əntəlləzi əcməltə, əntəlləzi əfzəltə, əntəlləzi əhkməltə, əntəlləzi razaqtə. Baxın, bu sözlərin, cümlələrin mənalarına o qədər dərindir. Sən ruzu verənsən, əntəlləzi vəffaqtə, sən müvəffəq edənsən, əntəlləzi a'taytə, sən əta edənsən, yəni əta edən varlıq sənsən, əntəlləzi əğnəytə, zəngin edən sənsən, əntəlləzi əqnəytə, əntəlləzi avəytə, pənah verən, sığınacaq verən sənsən, əntəlləzi kəfəytə, əntəlləzi hədəytə, hidayət edən sənsən, əntəlləzi əzhəmtə, qoruyan sənsən, əntəlləzi sətərtə, örtən sənsən, səttarul uyubsan, səttarul zunubsan, günahları örtürsən, eybləri örtürsən, əntəlləzi qafərtə, bağışlayan sənsən və digər çox. Mən sazı oxuyuram təbərrük üçün, tərcümə etmirəm daha. Əntəlləzi əqaltə, əntəlləzi məkkəntə, əntəlləzi ə'zəztə, əntəlləzi ə'antə, əntəlləzi əzəttə, əntəlləzi əyyəttə, əntəlləzi nəsartə, əntəlləzi şəfəytə, əntəlləzi afəytə, şəfa verən sənsən, əntəlləzi əkrəmtə, təbarəktə və təaləytə. Bunları deyir ki, yəni ilahi səndən ancaq bunlar nazil olur. Lakin indi gəl, mən özümü tanıtdırım sənə. Məndən sənə nə gəlir? Yəni nə qalxır yuxarı? Təbii ki, yuxarı deyəndə mənəvi baxımdan. Ənəlləzi əsətu, mən isə günah edənəm. Ənəlləzi əxtatu, xəta edənəm. Ənəlləzi həməmtu, himmət edirəm pisliklərə qarşı. Ənəlləzi cahiltun, mən nadanam. Ənəlləzi qafiltu, mən qafil olan şəxsəm. Ənəlləzi səhvtu, səhv edənəm və özümə arxayın olanam, qəsdən pis iş görənəm, vədə verib yerinə yetirməyənəm, söz verirəm, sənə yaxşı bəndə olacam, amma onu yerinə yetirmirəm və digər məsələlər. Baxın, biz baxanda görürük ki, bizdən ona ancaq nə gedir? Allah Təbarək və Teala'ya tərəf pislik. Ya tam pislikdir, günahdır, ya hətta salih əməl olsa da, təbii ki, Allahın o xalis bəndələr istisna olmaqla riyalı, şirkli bir əməllər gedir Allah Təbarək və Teala tərəfindən. Deyir, ilahi, onlar ki, şərdir.
Əslində mən layiqəm sənin qəzəbinə duçar olam. Lakin o halda da əmənu. Mən neydirəm? Sığınıram səxatəhu, sənin şərrindən. Yəni mənim o anda, o şərləri ötürdüyüm, göndərdiyim vaxtda onun səxətindən, qəzəbindən sığındığım şəxsən sən. Yəni mən sənin qəzəbindən sənə sığınıram. Və dualarda da oxuyuruq ki, ilahi, ənə həribun mink iləyik. Mən sənə səndən qaçıram. Yəni mən başqa yerə qaça bilmərəm. Ki, yenə deyilir, baxın, bunlar hamısı maarifdir ki, insan diqqət eləməlidir. İnsan, bu tövhid görüşü budur. Həqiqi tövhid görüşü budur. Bu, aydın oldu bu məsələ və ona görə də biz baxanda görürük ki, Allah Təbarək və Teala bu məsələyə işarə edir ki, insan bilməlidir ki, Allahın rəhməti hər bir şeyi qərq eləyir. Və dualarda da var, o Quran-ı Kərimdə oxuyuruq. Rəbbənə vəsi'tə kullə şeyin rəhmətən və ilmə. Bütün rəhmət və elm baxımından tutub sənin rəhmətin qərq eləyib. Və ya və rəhməti vəsi'ət kullə şey. Mənim rəhmətim hər bir şeyə ehtiva edib. Ki, bunu insan buna nəzər salsın. Lakin, təbii ki, burada diqqət eləmək lazımdır ki, insan bu etiqadda olmalıdır, digər tərəfdən də qorxu da olmalıdır. Qorxu nə deməkdir? Yəni, biz ki, özümüzü əmin-amanlıqda hiss edirik Allahın qəzəbində, burada iki dənə şeyə nəzər salmalıyıq. Bu, ümid və qorxu arasında olmalıdır. Ümid, yəni 100% elə yaşayaq ki, sanki 100% Allah bizi cənnətə aparacaq. Və Allahdan elə qorxaq ki, elə ki, bizi cəhənnəmə aparacaq. Ona görə İmam Əli əleyhissalam Muttəqin xutbəsində muttəqinləri vəsf eləyəndə deyir ki, onlar Quran-ı Kərimdə cənnətlə bağlı ayələri oxuyanda özlərini cənnətdə hiss edirlər. Sanki cənnətdədirlər. Cəhənnəmlə bağlı ayələri oxuyanda özlərini cəhənnəmdə hiss edirlər. Qorxu və ümid. Bəziləri qorxu, ümidi belə başa düşürlər ki, bəzən mən qorxmalıyam Allahdan, bəzən ümid bəsləməliyəm. Xeyr, qorxunun içində ümid, ümidin içində qorxu. Yəni, bu dəqiq məsələdir ya. Yəni, həmən o qorxduğun anda ümidin də var. Ümid bəslədiyin anda qorxun da var ki, bu məsələyə bizim dini mətinlərimiz işarə eləyib. İnşallah, elə düşünürəm, bu qədər bəs eləyir. Təbii ki, burada önəmli məsələlər də var Allahın izni ilə. Toxunarıq, sadəcə orada olaraq burada bir hədis oxumaq istəyirəm. Bütün təbliğatçılara aiddir bu. Ki, hədisdə deyir ki, əl-fəqihu kulləl-fəqih. Həqiqi alim kimdir? Dini anlayan şəxs kimdir? O şəxsdir ki, insanları Allahın mərhəmətindən ümidsiz etməyə və insanları Allahın əzabından amanda saxlamaya. Yəni, insanlara elə təlqin etməyə, elə çatdırmaya ki, Allahın, yəni sən nə qədər əməl eləsən də xeyri yoxdur. Yəni, sanki cəhənnəm əhlidir, insan elə qorxur. Ya, məsələn, elə danışa ki, sən nə qədər günah eləsən də eybi yoxdur. Yanlış düşüncədir bu. Hətta bəzən görürsən ətrafında olan şəxslər ki, nə bilim, biz nicat tapacağıq, eybi yoxdur, nə bizim imamımız var, bizə əlimizdən tutacaq, xilas eləyəcək. Bu düşüncə yanlış düşüncədir. İmam Rıza əleyhissalamdan bir hədis var. Buyurur ki, öz əməllərinizə arxain olub bizə üz çevirməyin. Digər tərəfdən də bizə arxain olub əməllərinizi tərk etməyin. Bəli, biz əməl eləyirik və onların şəfaətinə də Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm başda olmaqla onların şəfaətinə də ümid bəsləyirik. Çünki həyatımızda səhvlərimiz də olur. Lakin əsas olan nədir? O əməldir. Bizdən əməl istənilir. Xülasə, biz əgər bu duaları həqiqi dua kimi oxumaq istəyiriksə, yəni o marifə çatmaq istəyiriksə, diqqət eləməliyik ki, bu sözü ki deyirik, ey bütün işlərdə, xeyirdə ümid bəslədiyim kəs, ey bütün şərləri yerinə yetirdiyimə baxmayaraq sığındığım kəs, bunu düşünərək deyək, qəbul edərək deyək. Bu inanca çataq. Allah hər birimizə nəsib eləsin bu inancı inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.